Salam, hər vaxtınız xeyir olsun. Günaz TV-nin efirində siz studiyada Aytaç Ziyəddinovadır. Əvvəlcə xəbər başlıqlarına qısa nəzər salaq. Miyananın Güllücə kəndinin adı dəyişdirilir. İndi isə daha ətraflı. Miyanənin Güllücə kəndinin adı dəyişdirilərək Kuliçəyə islam qoyulub, rejimin Güney Azərbaycandakı türkçə yer adları təhrif etmə siyasəti davam edir. Güllücə adı ilə tanınan kənd son zamanlarda Kuliçəyə İslam adı ilə qeydiyyata alınmağa başlayıb. Bu yöndəmsiz təhrif sosial media istifadəçiləri arasında gülüş mövzusuna çevrilib. Digər tərəfdən isə Azərbaycan tarixi və mədəniyyətinin təhrif olunmasına görə vətəndaşlar arasında qəzəbə səbəb olub. Bugün 9 dekabr səhər saatlarından başlayaraq İranın 55 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq eyləminə əl atıblar. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Bildirilib ki, onlar beynəlxalq ictimaiyyətin və insan haqları müdafiə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar. Aclıq eyləmi 98-ci dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir. Qeyd edək ki, cari ilin əvvəlindən bu günə kimi İran həbsxanalarında 1400-dən çox məhbus edam edilib. İranda 21 jurnalistin həbsdə olması və bir jurnalistin də itkin düşməsi səbəbindən bu ölkə dünyada ən çox jurnalistin həbsdə olduğu ölkələr arasında 7-ci yerdə qərarlaşıb. Bu, Sərhədsiz Reportyorlar Təşkilatının son hesabatında yazılıb. Bununla yanaşı Sərhədsiz Reportyorlar Təşkilatı İranın adını ən çox jurnalistin sürgündə olduğu 10 ölkə siyahısında da qeyd edib. Siyahıda Əfqanistan, Rusiya, Sudan, Belarus, Myanma, El Salvador və Qırğızstan yer alır. İran isə sürgündə olan jurnalistlərin sayına görə 4-cü yeri tutur. Qeyd edək ki, 12 günlük İran-İsrail qarşıdurmasından sonra mediaya qarşı təzyiqlər artıb və 150 jurnalist işdən qovulub. Azad İnformasiya Axını Müdafiə Təşkilatının son hesabatına əsasən, cari ilin ilk yarısında İranda 46 jurnalist və media qurumuna qarşı cinayət işi açılıb. İran İslam İnqilab Keşikçiləri Korpusunun Təhlükəsizlik və Kəşfiyyat bölməsinin əməkdaşları ikili vətəndaşlığı olan İran əsilli Avropa vətəndaşlarını İsrailə casusluq ittihamına görə həbs ediblər. Bu barədə İran mediası Albruz əyalətinin baş hakimi Hüseyn Fazili Herikəndiyə istinadən məlumat yayıb. Herikəndi həbs edilən şəxsin kimliyi barədə açıqlama vermədən onun İran-İsrail müharibəsinin 4-cü günündə saxlanıldığını deyib. O, İsrail casusunun 2 gün müddətinə Avropanın bir neçə şəhəri və İsraildə Mossad zabitləri ilə əlaqədə olduğunu və təlimlər aldığını iddia edib. Fazilinin sözlərinə görə təqsirləndirilən şəxsin həbsi zamanı onun üzərindən bəzi mürəkkəb casusluq əşyaları və avadanlıqları aşkar edilib. Qeyd edək ki, 12 günlük İran-İsrail qarşıdurmasından sonra İranda minlərlə şəxs həbs edilib. Onların bəziləri barəsində İsrailə casusluq ittihamı irəli sürülüb. Bugün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur. Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib. Baş nazir qeyd edib ki, Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda sürətli bərpa quruculuq işləri görülür. Ümumilikdə 2020-ci ildən bəri 2026-cı ildə daxil olmaqla işğaldan azad olmuş ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox vəsait ayrılıb. Bu vəsaitlərin böyük hissəsi infrastruktur layihələrinə yönləndirilmişdir ki, iqtisadiyyatımız üçün yaradacağı əlavə dəyər orta və uzun müddətli dövrdə gözlənilir. Bunları nəzərə almalıyıq. Tiflisdə Gürcüstan və Ermənistan Parlamentinin Xarici Əlaqələr Komitəsinin illik birgə iclası keçirilib. Bu barədə Gürcüstan Parlamentinin mətbuat xidmətindən bildirilib. Toplantıda iki ölkə arasındakı münasibətlər, strateji tərəfdaşlığın vacibliyi və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə olunub. Tərəflər regional təhlükəsizlik, cari çağırışlar və bölgədə sabit və dinc şəraitin yaradılmasına töhfə verəcək gələcək addımlar ətrafında fikir mübadiləsi aparıblar. Ermənistan parlamentinin üzvləri Bakı və İrəvan arasında davam edən sülh prosesi barədə danışıblar. Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikolos
Samaxardze iclasdan sonra müzakirələrin səmərəli keçdiyini bildirib. O qeyd edib ki, Gürcüstan və Ermənistanın beynəlxalq məsələlər üzrə vahid mövqedən çıxış etməsi vacibdir. Belə ki, bu Cənubi Qafqaz bölgəsinin sabit inkişafına töhfə verəcək. Pakistanın şimal-qərb bölgəsində təhlükəsizlik qüvvələrinə məxsus posta silahlı hücum olub. Kurram bölgəsində silahlı şəxslərin polis postuna hücumunda 6 əsgər həlak olub. Sözügedən ərazinin Əfqanistan sərhədinə yaxın olduğu bildirilir. Qeyd edək ki, hələlik hücumla bağlı məsuliyyəti heç kim öz üzərinə götürməsə də, bu cür hadisələrdə Pakistan adətən Talibanın Əfqanistanın qolu olan Təhriki Taliban qruplaşmasını günahlandırır. Bu saata çatdıracağımız əsas xəbərlər bunlardan ibarət idi. Sağ olun, sağlam qalın.